Neyse, başlıyorum. Bunun içində Əsnatın mən zorla aldırdığı ana kucağı var. Mən dedim. Sən aldırmısan zorla. Yəni bunu mən... Aşkım biz taxacağıq da. Hə. Ben demişim ya, ondan alışmıyor. Bir de Zeyd'in kız olduğunu düşünəndə arkadaşlar gedib onun üçün pəmbiş rəngdə ağız dəsmalları almışdım. Bunlar işlədə bilərsən aslında. Zeyd nə bilir? Ofuş ötmüş, yapmış Amine olacaq, Amina. Geliyor, Ofuş ve çok lan. Yo, baxın uşaqlar. Nəyə əsəbləşmişdi? Siz uzuya girirdi. Dedim ki, oğlan çıxsa neyniyərsən aşkım? Əsəbləşmə belə baxdı. Sonra oturdu, elə bilirdi qız istəmirəm. Hə arkadaşlar, getmişəm mağazinə. Məndən soruşurlar ki, deməli nətər oldu söhbət? Şəhriyarın 3 dənə qız övladı olduğu üçün hamı özünü elə aparırdı ki, elə bil mən məcburam oğlan dünyaya gətirməyə. Bu mənim ali vəzifəmdir. Mən buna görə dünyaya gəlmişəm, bu həyata gəlmişəm. Mənə bilirsiniz nə deyirlər? Təsəvvür eləyin ki, mənim ilk analıq təcrübəm olacaq da bu. Düzdür, uşaqların üstündə analıq təcrübəm var, amma ilk 2 canlılığım olacaq da. Yəni qarnımda daşımamışam da heç uşaq. Qayıdıb məni təbrik eləmək əvəzinə, mən qızdır deyəndə məni təbrik eləmək əvəzinə mənə belə elədilər. Eybi yox, oğlun da olar inşallah. 4 dənə qız, eybi yox. Başa düşmədim, qız adam deyil, ya qız insan deyil. Əslində qalanda belə baxanda əksər ailələrdə oğlan uşağını özdə temboli üstün tutan əksər ailələrdə həmişə anaya ataya qalan qız olur əslində qalsa. Amma ki bizimkilərdə bir dənə şey var da, fikir var da, oğlan daha üstündür. Anaya bakacağım. Hə. Kusturmayın mən. Oğlandan qızdan fərqi yoxdur. Övladın xeyirlisindən söhbət gedir. Nəysə, mən təbrik eləmək yerinə o qədər eybi yox, bir dənə də oğlun olar, eybi yox, o qədər deyirlər ki, qıcıq olurdum, özümdən asılı deyildi. Hamı mənə belə şey kimi, ona görə kimsə mənə deyəndə ki, bəlkə oğlan oldu, beynimdən aşağı qaynar su tökürdü ki, hədə əl çəkin də məndən. Amma mən o mənada demək istəmədim. Çünki çoxunda elə çıxır. Mən də o mənada demək istədim. O qədər dedilər, getdim Uziyə, həqiqətən oğlan çıxdı. Çünki o Uziyə getdiyin adam... Hə, düz deməmişdilər bizə. Mən gedib, arkadaşlar bir də bir şey deyim, Uzidə oğlan olduğunu öyrəndi. Bir dənə ona sevindim ki, ay Allah, ağzəyirlərdən canım qutardı, şükür Allaha. Nə demək istəyirsən? Bir tərəfdən də nəyə pis olurdum? Elə bilirdim ki, qarnımdakı bəbəş qızdı. Hamı onu dışladı, o küstü oğlan oldu. Öyle şey olur. Allah'ın olsun, yuxularıma girir deyə sizə demişdim.